Toy gününün səhərisi ölən 17 yaşlı gəlinin ölüm səbəbi bəlli olub. Təbibin verdiyi məlumata görə 7 aylıq hamilə imiş və bətnindəki döl tələf olub. El dili ilə desək, daha doğrusu hər kəsin başa düşəcəyi şəkildə desək, uşaq ana bətnində tələf olub və qızın qanına zəhərlənmə keçib. Bundan da dünyasını dəyişib. Və yəqin ki, bu qızı 7 ay ərzində bir dəfə də ginekoloqa aparmayıblar. Necə apara bilərlər ki? Rayon yeridir, həkimə aparacaqlar, hamı biləcək ki, qızın toyu olmayıb, artıq hamilədir, söz-söhbət yayılacaq. Məhz cəmaət nə deyər? Söz-söhbət olar deyə o qızı bir dəfə də həkimə aparmayıblar. Və təsəvvür edin ki, toyun səhərsi günü qız dünyasını dəyişir. Bu o deməkdir ki, o gəlin elə toy günü və toydan bir neçə gün öncə də ağır vəziyyətdə olub, özünü pis hiss edib, dəhşətli ağrıları olub. Və təsəvvür edin ki, o ağır vəziyyətdə olan qızı həkimə yox, şadlıq sarayına aparırlar. Əsas odur ki, adı təmizə çıxsın, gəlin köçsün, bu rüsvayçılıq ailənin üzərindən götürülsün. Qız ölsə də olar. Baxın, elə öldü də. Tək özü ölmədi, bətnindəki körpəsi də öldü. Bəlkə də vaxtında o qızı bir həkimə aparsaydılar, indi özü də sağ olardı, övladı da. Ən azı özü sağ qalardı. Həkimlər kömək edərdi, bir müalicə alardı, bətnindən uşağı çıxarardılar, özü sağ qalardı. Amma valideynlər övladının həyatını deyil, cəmaatın söz-söhbətini seçdilər. Cəmaatı seçdilər. Və bu faciəyə səbəb olan, ana və körpəsinin ölümünə səbəb olan bu şəxs, bu bəy həyatına davam edir. Bir-iki il keçəndən sonra da başqa bir az yaşlı qızı ona nişanlayacaqlar, evlənəcəkdir. Və bu qızın valideynləri cinayətə cəlb olunmalıdır. 16 yaşında qızlarını nişanladıkları üçün. Ən azı 1-2 belə valideyn ciddi cəza alarsa, digərlərinə də dərs olar. Daha neçə qız erkən nikah qurbanı olacaqdır? Neçə qız? Neçə qız ölməlidir, öldürülməlidir ki, bu cəmiyyətin bir ictimai qınağı ortaya çıxsın?